Salam millət, hər vaxtınız xeyir olsun. Uşaqlar, hər bir salamlayıram dostlar. Bugün harda maraqlı bir videomuz olacaq millət. Trade eləyəcəyik əlbəttə ki, ancaq ilk öncədən mən sizə maraqlı məlumatlar verəcəm. Hansı ki, siz özünüz də bunu istəyirsiniz və sizə maraqlıdır. Ola bilər ki, sənin də bundan xəbərin yoxdur dostum, ancaq bu videoda xəbər tutacaqsan. Aşağıda bütün rəsmi linkləri saxlamışam. Həmin brokeri qıraqda axtarmaq lazım deyil. Hamısı aşağıdadır. Promokodlar da burada saxlamışam sənin üçün dostum. Depozit elədikdə bu promokodlardan yararlanırsan vəssalam və öz depozitinə bonus əldə edirsən. Gəlin uşaqlar, mən sizə ilk öncədən bir-iki şey göstərim. Bu günləri bizim siqnalımız olub uşaqlar. Baxın, belə bir seriyamız oldu bizdə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 düzdürmü? 9 dənə əməliyyat bizdə 3 dənə minuslu, 6 dənə pluslu uşaqlar. Və burada nə qədər gəlir var? 200 neçə dollar məndə gəlir olmalıdır. Çünki burada bizdə belə bir situasiya oldu. Baxın, biz yüngül gecikdik. Belə şeylər olur uşaqlar. Çünki tək şamla bizim strategiyamız var. Tək şam üzrə analizlər olunur və əməliyyat açılır uşaqlar. Aydın olurmu sizə? Və bunun mən təlimini qısa bir şəkildə video olaraq göndərmişəm Telegrama. Hal-hazırda mən sizə onu göstərəcəm. Belə bir Telegram kanalda artıq 33 nəfər var. Uşaqlara maraqlıdır. Burada bizdə yuxarıda sabitləşmiş video var. Hansı ki, siz həmən bu qrupa gələn kimi uşaqlar, siz sadəcə videoya baxırsınız və siqnallardan necə yararlanmaq lazım olduğunu bilirsiniz. Bizdə bir dənə strategiya var, o strategiya ilə gedirik. 15 dəqiqəlik əməliyyat açırıq. Buradakı əməliyyatları da görə bilərsiniz. Hal-hazırda trade eləyəcəm mən. Həmən strategiya ilə sadəcə 5 dəqiqəlik time frame-də trade edəcəm. Çünki uşaqlar, bundan öncə də bir dənə video çəkmişəm mən. Orada konkret olaraq siqnal verirdim. Canlı olaraq trade eləyirdik və o videonu da çəkmişəm. Buralarda görə bilərsən və keçib YouTube kanalında baxa bilərsən həmən videoya. Bax dostum, belə bir gözəl bir kontentimiz var. Belə bir gözəl əməliyyatlarımız var. Açırıq və sizlə paylaşırıq. Görsənmi? Aşağıda Telegramı saxlamışam, açıq kanaldır. Keçid alırıq. Orada da mən nəticələri paylaşıram, bilgilər verirəm. Hansısa bir yenilik olanda sizinlə paylaşıram. Ona görə də baxın, bu bizim tələbəmizin verdiyi analitika idi. Hansı ki, biz keçid aldıq və tepe olduq. Take profit olmuş uşaqlar. Hal-hazırda bizim Forex-də də əməliyyatımız var. Kənarda görə bilərsən. Yəni Forex-də də. Forex sadəcə uşaqlar. Forex-də əməliyyat biraz çəkə bilir, bir gün çəkə bilir, 2 gün çəkə bilir, 15 dəqiqə çəkə bilir, 1 saat çəkə bilir və bu məni başqa iş görməkdən də yayındırmır uşaqlar. Çünki mən əməliyyatımı açıram və bizim community orada işləyir. Hal-hazırda mən sizə oranı da qısa fragment olaraq göstərəcəm. Baxın uşaqlar, bu Forex community'dir. Burada uşaqlar işləyirlər, çalışırlar. Bir aydır cəmi fəaliyyata başlamışıq və təlimlərimiz var uşaqlar. Bizim modullarımız var. Mən modulları hal-hazırda sizə üstdən göstərəcəm. Baxın, görürsünüzmü? Burada modullar var. Modul 1, modul 2, modul 3, modul 4 və modul X. Modul X, ümumiyyətlə orada xüsusi təlimlər olur uşaqlar. Yəni bu Forex-i bilmək üçündür. Hətta binary-də belə trade eləmək istəsəz, siz yenə də anlayışınız olmalıdır bu mövzudan ümumiyyətlə. Aydın olurmu sizə analizdən? Biz onu sizə tam öyrədirik. Hal-hazırda görürsünüz, burada yazışmalar gedir. Uşaqlar bir-biri ilə analitika aparırlar, göstərirlər. Komanda şəklində trade gedir uşaqlar. Forex-də olmaq istəyənlər, Forex-ilə maraqlananlar gəlsinlər bura uşaqlar. Binary üçün siqnal kanalımız var. Siqnal kanalında mən siqnallar paylaşıram. Təlimlərimi YouTube-da paylaşıram. YouTube-da sizə göstərirəm hal-hazırda. Görürsünüzmü uşaqlar? Hamısı öz yerində. Baxın, burada mavi rəngdə translasiya zakonçina. Bu nə deməkdir? Bizdə hər həftə sonu burada canlı translasiya olur. Canlı şəkildə uşaqlar. Mən və təlimçilər sizlə danışırıq, sizin suallarınıza cavab verməyə çalışırıq və təlimlər haqqında, həmən həftə olan təlimlər haqqında bizdə orada sorğu-sual gedir. Biz maraqlanırıq, görürük və artıq bir ay bizim tələbələrimiz artıq keçiblər. Həmən o təlimləri, modulları. Ondan sonra isə artıq bizim aramızdadılar və bizlə bir yerdə hərəkət edirlər. H4 FX Community. Siz bura gələn kimi uşaqlar, gələn kimi siz bura əlavə olursunuz. Aydın olurmu sizə? Buralarda olmaq lazımdır, bunları öyrənmək lazımdır və bilmək lazımdır uşaqlar. Çünki pul qazanmaq lazımdır, aydın olurmu sizə? Və gələcəyin sənədlərindən biri də budur uşaqlar. Yəni bu gələcəyin deyil, bu keçmişdə də olub, sadəcə biz bilməmişik. Və uşaqlar, hansı sizə münasibdirsə onu da götürürsünüz. Ən əsası ağılla, səbirlə, təmkinlə. Burada azart olmaz, burada borc xərci olmaz, burada hər şey stabil şəkildə, rahat bir şəkildə olmalıdır uşaqlar. Burada göstərirəm, bildirirəm, sonra modul X-ə paylaşıram.
paylaşırıq, sizinlə danışırıq. Hər həftə sonu 2 saat, görürsünüz, 2 saat bizdə təlim gedir uşaqlar, 2 saat təlimimiz gedir. Hər həftə sonu. Bizə bəs eləyir, sizə də bəs eləyir uşaqlar. Vəsə. İndi isə keçirəm mən monitora. Görə bu günlər nə edə biləcəyəm? Mən sizə dostlar öz strategiyamı həmişə göstərirəm, bildirirəm, heç nə sizdən gizlətmirəm uşaqlar. Görək, keçirik biz 5 dəqiqəlik time frame-ə. Strategiya eynidir, sadəcə biz onu 15 dəqiqədə istifadə edirik. 15 dəqiqə 1 saat fərq eləmir. Sadəcə seçəndə uşaqlar baxın. Əgər biz 5 dəqiqəlik şama keçid alırıqsa, mən bunu eləyəcəm $170 uşaqlar. 1 dəqiqə. Bu bizdə siqnalları qarışdırmamaq üçün mənim burada dostlar 2 dənə kaşalyokum var. Mən keçid alacağam. USDT kaşalyokunda trade eləyəcəm ki, qarışdırmayım. Aydın olurmu sizə? Bu da bizim o birisi əməliyyatlarımızdır. Bu videoya baxa bilərsən necə olmuşdu bu əməliyyat. Dostum, videolar var. Keçid ala bilərsən. Burada bizdə vazvrat olmuşdu. Burada ikinci əməliyyatdır. Mən çaşıb 600 açmışam. Bu vazvratı görsəm mən 300 açardım, amma 600 açdım uşaqlar və minusa getdim. Çox çətin bir situasiyaya düşdüm burada uşaqlar. O hamısı videoya düşüb baxa bilərsiniz. 3 dəqiqəmiz qalır bizim. Dostlar, burada əsas qayda nədir? Biz gözləməliyik. Time frame-lə başa qoyuruq biz 5 dəqiqəlik. Çünki nəyə görə 5 dəqiqə uşaqlar? Baxın, diqqətlə qulaq asın. Mən hər şeyi sizə açıq izah edirəm. Hər 5 dəqiqədən bir açılan şam, 5 dəqiqəlik şam. Yəni bütöv şam burada hal-hazırda burada 5 dəqiqə biz seçəndə bu olur uşaqlar. Bizdə hər şamın biri 5 dəqiqə deməkdir. Baxın, buradakı 5 dəqiqə bu hər şamın biri 5 dəqiqə deməkdir. Burada olan isə bizim əməliyyatımız neçə dəqiqə çəkəcək? Bizə nə lazımdır? 1 şam müddətinə, düzdürmü? Deməli bizdə necə olacaq? 5 dəqiqəlik. Çünki bizdə bir dənə şam burada 5 dəqiqəlikdir. Biz isə 1 şamdan işləyirik. Aydın olurmu? Biz hansısa bir situasiya tapırıq. Qolda hal-hazırda görürsünüzmü? 5 dəqiqəlikdə qırmızı bir belə bir gedişat var və burada vəziyyət necə ola bilər? Burada vəziyyət necə ola bilər? Gedək başqa yerə baxaq uşaqlar. Situasiya axtarmaq lazımdır. Tam olaraq sizi qane eləməlidir situasiya. Burada məsəl üçün bir şey fikirləşmək olar. Amma burada bizdə 1 qırmızı, 2 qırmızı, 3 qırmızı, 4 qırmızı var. Və uşaqlar, şamların çox olması da önəmlidir. Yenə də ona görə də deyirəm uşaqlar, gəlib öyrənmək lazımdır. Xəçə bu nəsə bilmək lazımdır bu haqqında və hərəkət eləmək lazımdır. Sadəcə belə bomboş olmur uşaqlar. Yəni hansı tərəfə gedirsə o tərəfə açın falan elə olmur. Çünki bir də görürsünüz ki, burada minuslarımız olanda o minuslar onun hesabına olur ki, biz nəyisə düz eləmirik. Aydın olurmu sizə? Düz açmırıq və yaxud da ki, uşaqlar bu bazarda manipulyasiya ola bilər və siz minus ola bilərsiniz. Bu heç bir qorxulu bir şey deyil. Ayda 80 dənə qalıb uşaqlar. 80 dənə $50 var ya, amma $50 əməliyyatım var. Burada görürük ki, uşaqlar 1 dəqiqə, 2 dəqiqə qalıb başçısı. Bu da sərf eləmir mənə. Belə gedişat nəsə xoşuma gəlmir. Burada da görürsünüzmü? Gəldi. Okey. Deyilik. Burada mən nə görürəm uşaqlar? Görürəm ki, bu gedişat düzdür. Timbardır, o deyil. Amma indi gözləyəcəyik biz, əgər bizim şamımız belə dolu bağlansa, belə aşağıda. Baxın uşaqlar, izah eləyirəm hamısını sizə. Videonu bəyən dostum, tənbəllik eləmə. Görürsünüzmü? Bu gəldi, yenə də pinbar olaraq burada bağlandı. Bu heç yaxşı bir situasiya deyil. Keçək başqa yerə baxaq uşaqlar. Dəqiq bir situasiya tapmaq istəyirəm. Aha, bax burada nəyəsə baxmaq olar. Burada nəsə işləmək olar. Baxaq, burada nəsə işləmək olar. Yenə də ideal bir variant deyil. İdeal nəyə görə deyirəm uşaqlar? İdeal belə olmalıdır. Baxın, trend getməlidir. Burada sadəcə okey, qırmızı, yaşıl, qırmızı, okey. Bu qırmızı, yaşıl, qırmızı söhbəti deyil uşaqlar. Burada mən baxıram və mənə maraqlıdır bir şam. Aydın olurmu sizə? Mənə burada bütün gedişat maraqlı deyil. Mən sadəcə baxıram ki, görüm, okey, burada bizim bir dənə yaşıl şamımız var. Bu indi görək necə bağlanacaq. Bunun bağlanması çox önəmlidir və bu bağlandıqdan sonra biz bir qərar qəbul eləyə bilirik. Ayda bunu dəyişək də. Biz burada niyə görə belə deyən $170 açacağam mən ilk əməliyyatı 1% olaraq. Bu çox önəmlidir uşaqlar. Sadəcə 170 qoyuram ki, hesablamaq rahat olsun. Aha, 5 dəqiqə müddətinə mən buradan yuxarı götürəcəm uşaqlar. 1 və götürdüm. Bir şam müddətinə mənə maraqlıdır ki, mən düşünürəm ki, mənim növbəti şamım yaşıl olaraq bağlanacaq. Yaşıl bağlanmaqla qırmızı bağlanarsa bizdə bu aşağıda olacaq uşaqlar. Yaşıl bağlanması isə bu açılma qiymətindən yuxarıda olacaq. Yəni ona görə mən bu əməliyyatı açıram və gözləyəcəm əməliyyatın yekunlaşmasını. Görək əməliyyat necə yekunlaşacaq. Uşaqlar, kontent maraqlıdırmı sizə? Konkurslar eləmək istəyirəm. Uşaqlar, hər şey sizin
diqqətinizdən, kommentlərinizdən, şərhlərinizdən, fikirlərinizdən, sizin canlı olmağınızdan, ürəkli olmağınızdan, risklər eləməyi sevməyinizdən, ağılla başla, amma baxın, mən bunu deyirəm sizə, risk eləmək sizin üçün oynamaq deyil. Risk eləmək, ağıllı risk eləməkdir. Görürsünüz, hansısa bir məntiq var, mən nəyə görə buradan yuxarı açıram? Mən minus olsam burada mən biləcəm ki, okey, mən bu dəfə səhv elədim. Amma mən biləcəm bunu. Bir də var ki, sən heç nə bilmirsən, sən harda gəldi açırsan, məsəl üçün necə gəldi açırsan. Baxın, bu binary-dir. Burada sırf olaraq bu strategiya özünü doğruldur. Yəni tək şam. Bunu uşaqlar mən sizə öyrədirəm. Birbaşa siqnal kanalındadır. Girən kimi siz bu strategiyanı orada görürsünüz və şama necə girmək lazım olduğunu bilirsiniz. Və bu strategiyanı mən sizə çoxlu videolarda göstərmişəm. Videolarda var. Görün Forex-də vəziyyət necədir? Eyni vəziyyətdir uşaqlar. $1200 plus göstərir, hal-hazırda görə bilərsən dostum. Yəni görürsənmi? Hə, biraz oradan, biraz buradan skeptik deyiləm. Ay orada qazanmaq olmur, bura nə bilim risklidir, burada oy nə var, orada bu var. Uşaqlar, bunlar nağılbaz adamlardır. Əgər siz nəyisə bacarmamısınızsa, bu o demək deyil ki, yəni bunu başqası bacara bilməz. 5 dəqiqə. Bizə başqa şey maraqlı deyil. Biz sadəcə gözləyirik bu şamın bağlanmağını və düşünürük ki, bu şam uşaqlar yaşıl olacaq. Çünki biz az da olsa analizi bilsək, biz görərik ki, bizim bu bir dənə yaşıl şamımız bütün bu hərəkəti yeyib. Düzdürmü? Və ondan sonraki şamımız isə yaşıl açılıb və qırmızı bağlanıb. Və burada çox güman ki, qiymət yuxarı gedəcək uşaqlar. Çünki gəldik biz burada bir iynə atdıq. Hətta aşağı getsə belə bu strategiyada ikinci vuruş da olur. İkinci vuruşda sən çox vaxt götürürsən. Bu elə bir işdir ki, uşaqlar. Məsəl üçün, istənilən maliyyə bazarında, istənilən bir yerdə siz olduqda, sizdə itkilər olur. Bu normaldır. Çünki biz tanrı deyilik ki, qarşıda hər şeyi görək. Biz sadəcə təxmin eləyə bilərik. Okey, baxın, burada ikinci şam artıq, baxın, heç nə açmıram. Heç nə eləmirəm. Çünki bu adətən bir də görürsünüz belə olur, iynə atır və gəlir yaşıl bağlanır. Amma hal-hazırda mən görürsünüz yenə də açmıram ki, dalbadal. Mən bu riski eləmirəm. Mən gözləyəcəm, tam olaraq bu şam bağlanacaq, ondan sonra artıq öz hərəkətimi edəcəm. Deməli biz burada nə qədər açmalıyıq? $340 biz ikinci əməliyyatı açmalıyıq. Gəlin yuvarlaq olsun deyə 350 eləyək. Hesablamaq rahat olsun. Gözləyəcəm mən bu şamın bağlanmağını və bu şamın bağlanması ilə mən bir dənə də əməliyyat götürəcəm uşaqlar. Çünki mən baxıram və burada analiz aparıram ki, burada nə etmək istəyirlər. Görürsünüzmü? Deməli bir dənə yaşıl şamımız var və biz bu şama korreksiya vermişik. Bizim minimum buradadır, maksimum buradadır. Həmən bu şamı götürsək Fibo ilə, sadəcə Fiboya girmirəm mən. Bu dəqiqə mən long götürəcəm. Hop, long götürdüm uşaqlar. Bir dənə də ikinci əməliyyat üçün long götürürəm burada. Mənə bir dənə şam maraqlıdır. Mənə o pişik hərəkət maraqlı deyil. Mən o korreksiyanı götürmək istəyirəm. Aydın olurmu? Və yaxud da ki, o gedişatı götürmək istəyirəm. Bu sadəcə uşaqlar bir korreksiya verməlidir və həmən korreksiyada mən düşünürəm ki, bu yaşıl şam yuxarıda bağlanacaq. Mən nə demək istəyirdim sizə? Baxın uşaqlar, Fibo ilə götürək. Fibonacci qoydum bura, keçək. Uşaqlar, mouse-u götürmək yadımdan çıxıb. Mouse-suz işləyirəm bu dəqiqə və mouse-suz işləmək biraz çətindir mənim üçün. Uşaqlar, bu strategiyanın win rate 60-70%-dir. 80 deyil, 60-70%. Bu isə binary-də çox super bir göstəricidir. Çünki sən burada dalbadal döşəmirsən, bu mümkün deyil, dalbadal döşəmirsən. Sən burada ağılla başla proqnozlaşdırılmış şəkildə əməliyyata girirsən. Siqnallar hamısı belə olur uşaqlar 15 dəqiqə müddətində. Baxıram mən bir dənə, görürsünüz uşaqlar gəldilər.
çox gözəl bir long siqnal olacaq. Çünki bir yaşıldan sonra bir dənə də yaşıl bağlanma ehtimalı çoxdur. Uşaqlar, mən sizə bunu deyirəm, göstərirəm, götürün, qeyd eləyin. Demo hesabda özünüz üçün, baxın, burada demo hesabda var. Aydın olurmu sizə? Hərəkət eləyin və öyrənin. Uşaqlar, bu qırma strategiyadır. Siz necədir? Qırırsınız. Baba, bir dənə bunu tutsanız, baxın, 1+, 2+, 3+, 4+, 5+, 6+, 7+, 8+, 9-da bir dənə itirdiniz. Sonra bir dənə də plus, bir dənə minus, bir dənə də plus, bir dənə də plus, bir dənə də plus, bir dənə də plus, bir dənə minus, bir dənə də plus. Aydın olurmu? Yəni bu qədər diviziyonu tutmaq burada konkretnaya tema. Yəni uşaqlar, götürün, yararlanın, halal xoşunuz olsun. Yəni mən burada nağıl danışmıram sizə. Sadəcə baxın, saniyə bə saniyə girmək lazımdır. Hop, saniyə bə saniyə. Ayda $350 girdim hemen. 170 ilə girməli idim. Eybi yox. Uşaqlar, saniyə bə saniyə girmək lazımdır. Nə üçün bu önəmlidir? Onun üçün önəmlidir ki, baxın, siz əgər biraz bayaqki əməliyyata gec girsəydiniz, məsəl üçün, bu gələcək səni stop edir. Məsəl üçün, sən şamın yarısında girəndə, sən gedirsən, o birisi şama da düşürsən. Və o birisi şama düşmək sənə sərf eləməyəcək. Çünki o geri qayıda bilir. Bu, futureslarda, forex-lərdə, böyük time frame-də belə işləyir. Məsəl üçün, günlük şam belə bağlandısa, допустим da, sən əgər forex-dəsənsə, sən təbii ki bir korreksiya gözləyib sonra girməlisən, çünki vaxt söhbəti yoxdur. Burada isə sən birbaşa açırsan ki, bu yaşıl bağlanacaq və forex-də sizə hərəkət lazımdır. Burada sizə hərəkət lazım deyil. Burada sizə yüngül, sizin açdığınız yerdən yuxarıda bağlanması lazımdır. Bu dəqiqə bu əməliyyatın mənə yaşıl rəngdə bağlanması lazımdır. Kifayətdir. Mənə başqa heç nə lazım deyil. Mənə lazım deyil bu buralara gəlsin, forex-də kimi tepəni qoyursan bura, ora kimi gəlməlidir, sən nəsə götürməyin üçün, ora kimi gələnə kimi də o 1000 dənə qıdıq eləyəcək, aydın olurmu? Burada elə söhbət yoxdur. Burada sən bir şamı, konkretlə, bir şamı götürürəm və salam, çıxıb gedirəm bazardan. Baxım, görüm. Forex-də uşaqları tam başqa mövzudur, burada başqa mövzudur. Yəni, burada biz tək şamı götürürük. Forex-də siz bunu böyük time frame-də istifadə edə bilərsiniz. Məsəl üçün, əgər günlük şam belə bağlanıbsa, belə bir mövzuda və belə bir gedişatda, siz əgər long fikirləşirsinizsə, balaca bir korreksiyanı gözləyib artıq girə bilərsiniz əməliyyatlara. Çünki forex-də stop loss deyilən bir şey var. Burada stop loss yoxdur. Burada stop loss sənin vaxtındır. Vaxt qutardı, sözən çöldəsən. Biz hələ bundan sonra bir dənə də short girəcəyik. Deməli, biz gözləyirik tam olaraq. Görürsünüz, mən heç bir hərəkət eləmirəm. Mən
görə long. Uşaqlar, bu strategiya tək şam strategiyasıdır. Burada tək şam işləyir. Əgər bu şam gəlib burada pinbarla bağlansa, yenə də bura bomboşdur, bir iynə bura gəlməlidir, bir ora görülməlidir. Və yaxud da ki, burada tam fərqli işləyir uşaqlar. Burada tək şamdır. Yəni bir şamla biz analiz edirik. Bir şama keçid alır. Biz görürük ki, общий trend okey, short gedir və biz burada short əməliyyatları daha çox üstünlük verməliyik. Amma biz ortalarda görə bilərik ki, elə söhbət yoxdur. Yəni long da burada korreksiya mütləqdir. Görürsünüzmü? 2 şamdan sonra 2 şam. Burada hal-hazırda mən gözləyirəm uşaqlar. Bir dənə də əməliyyat açaram. Görək necə olacaq. Bağlanmağı çox önəmlidir. Saniyəyə saniyə. Uşaqlar, saniyəyə saniyə. Gecikmək olmaz. Gecikdin, girmirsən. Məsəl üçün, gəldin və gördün ki, oyda gecikdim 3 saniyə, 5 saniyə, 10 saniyə. Vaxt gedir də burada yəni. Burada vaxt dayanmır. Gözlə növbəti 5 dəqiqəlik, gözlə növbəti 15 dəqiqəlik və yaxud da ki, sən saatlıqda trade eləyirsənsə, gözlə saatlıqda trade elə dostum. Yəni, 1 saatlıq əməliyyat aç. Fərqi yoxdur. Hər yerdə eynidir. Şamlar fraktaldır. Əsas bu ilə, bax, bu ilə, bu vaxtla və sənin şamının vaxtı eyni olmalıdır. Bu dəqiqə biz long girəcəyik. Aha, bu əməliyyatımız da plusla bağlandı uşaqlar. Bu dənləməkdir. Yəni belə görürsünüzmü? Sizlə bir yaxdan danışa-danışa, günün batmağını izləyə-izləyə buradan bir daha long götürürəm mən 5 dəqiqə. Vəsə. Nəyə görə? Çünki mən düşünürəm ki, bizim bu şamımız yuxarıda yaşıl olaraq bağlanacaq. Çünki mənim burada stoplarım var. Mənim deyəndə ki, burada stoplar var. Bu stoplara bir iynə atılıb, onlar vurulana kimi, qaydana kimi mən düşünürəm ki, bu şam yaşıl bağlanacaq. Ondan sonra bir dənə də yaşıl açılacaq. Bu hələ fakt deyil. Mən gələcəyi görmürəm. Sadəcə millət gözümdə qalan yaddaşla fikirləşirəm ki, yəni bura belə bir şey ola bilər və yaxud da ki, bu tam olaraq aşağı da gedə bilər. Əgər aşağı gedərsə, dostlar, yenə də deyirəm mən, yenə də biz heç bir problem yaşamırıq. Bizim korreksiyamız var və biz korreksiyaya girəcəyik. Ancaq növbəti şamda, yəni bu şamın içində mən heç nə açmıram. Oyda düşdü bura, buradan bir dənə də götürün. Yoxdur elə şey. Bu çox gedə bilər. Qoy geçsin. Növbəti şamda sən bir dənə də öz əməliyyatından götürürsən. Win rate 60-70% bizə tam qane edir. Hələ uşaqlar gözləyin, hələ birinci dəfə getdi bura, hələ bilmək olmaz bu tam gedir ya yox. Çünki mən düppədüz buradan açmışam. Bu sona yaxın gəlib yuxarıda yaşıl da bağlana bilər. Çünki mən elə proqnoz eləmişəm, mən elə istəyirəm, olsun. Görürsünüzmü? Bizdə bir dənə minus oldu. 1, 2, 3, 4. 4 dənə plusumuz var. Axırda hesablayacağıq, görək biz nə qədər qazanmışıq. Burada əməliyyatımız hələ ki minusdadır, 170 dollar və bu əməliyyatın tam olaraq bağlanmağını mən gözləyəcəm. Yəni bizə lazımdır ki, tam olaraq bağlananda biz girək əməliyyata. Bu dəqiqə heç bir əməliyyat açılmır. Biz sadəcə gözləyirik. Bu sadəcə bir iynə ola bilər və yuxarıda bağlana bilər. O günləri bizdə siqnal kanalında oldu. 15 dəqiqənin son 1 dəqiqəsində biz tam olaraq getdik, yuxarıda bağlandıq və plusu əldə elədik. Burada bəxt gətirdik. Xeyr. Burada bəxt gətirmədi. Burada struktur var. Bazarın strukturu var. Bu həmişə bir tərəfə gedə bilməz. Bunun müəyyən yerləri var, korreksiyaları var, birbaşa hərəkətləri var. Burada biz 2 şamdan sonra long girdik və bu təhlükəlidirmi? Biz short gedən trendə long girmişik, əlbəttə ki. Amma bizim fərqli baxış bucağımız var. Biz düşünürük ki, 2 şamdan sonra 1 şam pin bar və yaxud da ki, yaşıl olacaq. Belə hallar olur, çünki trend bərk gedir və bu hələ bilinmir ki, bu şam bağlanana yaxın necə bağlanacaq. Aydın olurmu? Çünki bundan sonra bir pin var və yaxud da ki, bir yaşıl şam, hansısa bir korreksiya olmalıdır. Gözləyirəm, heç bir müdaxilə eləmirəm. Bunun bu qədər getməsi bizə çox əl verir. Çox əl verir. Çünki növbəti şamda biz bərk qalxacağıq. Bunun belə marabuzu dolu bağlanması bizə çox əl verir. Çünki növbəti şam qayıdacaq. Və növbəti şam bizə bəs eləyəcək.
Əməliyyat artıq bizi bir neçə $100 qabağa salıb. Burada qəşəng hamısını short götürmək olardı, bir götürmək olardı. Salam. Və o son dəqiqədə gəldi bizi yaşıl bağladı. Biz dəqiq girməyəndə şamla biz qalırıq girinc. Ayda görəsən daqon açım, görəsən dalıyca birində döşüyüm, görəsən nə bilim onu eləyim, bunu eləyim. Olur biabırçılıq kaşa. Məsələn açırsan, gözləyirsən. Bu şam bağlanana kimi sənin heç bir şey eləmək ixtiyarın yoxdur. Dəymirsən. Çünki indi bu şam belədir. Bir də gördün ki, bağlanana yaxın gəlib yaşıl bağlanacaq. Çünki mən elə fikirləşirəm ki, bu gedişatdan sonra gözəl bir bərkimə və bundan sonra biz long gedirik. 2 dəfə gəlmişik, vurmuşuq, qırmışıq, aşağı getməmişik. Yeni low yaratmamışıq, yeni high yaratmaq istəyirik. Və burada bizdə yaşıldan sonra bir dənə də yaşıl şamın davamına mən keçid alıram və yuxarı gedəcəyini gözləyirəm. Yəni burada short gedəcəyini gözləmirəm. Short getmək üçün biz gərək birinci bu şamı keçək və növbəti şama məsəl üçün short götürə bilərik. Amma belə yox. Hal-hazırda biz açdığımız yerdən birbaşa elə kəlləməyallah getdi aşağı, deyəsən getdi stopu. Burada belə bir ключевой zona var. Aydın olurmu sizə? Bura ключевой zonadır. Buralar isə vurulmalı zonalardır. Bunlar boşluqdur. Görək növbəti şam necə bağlanacaq. Buna biz yaşıl olmağına görə girmişik. Uşaqlar, qırmızı bağlansa buna bir dənə də mən long götürəcəm. Çünki mən bunu short görmürəm, mən bunda long görürəm. Mən bunun yuxarı gedəcəyini gözləyirəm və sadəcə bu şam var. Bu şam görək necə bağlanacaq hələ. Tək bağlanan şam biraz təhlükəli olur. Aha, gəldi, dəydi bura, baxın, gəldi, dəydi bura. İndi reaksiya verməlidir buradan. Reaksiya görək verəcək. Heç vecinə də olmadı, yoxsa necə oldu? 2 dəqiqə qutarsın, ondan sonra mən artıq əməliyyat götürə bilərəm. Gözləyirəm. Buradan long götürəcəm. Bir dənə də long götürəcəm uşaqlar. 5 dəqiqə müddətinə long götürəcəm və $300, $300 basacağam buna. Bu əməliyyatı da götürəcəm də, yəni bu bilsiz necədir? Deyir özündən çox əmin olma, sadəcə strategiyaya güvənirəm və nəyə görə güvənirəm? Mən aylarla, demək olar illərlə bunun içindəyəm və mən nə qədər vaxtı ki düşünürəm ki, bu şamlarla necə şamları bilmək lazımdır. Şamı çox önəmlidir, şamı bilmək. Görürsünüzmü? Şappıltı ilə eyni söhbət. Eyni söhbət. Gəl quzum, gəl görək. Səni də bir dənə şap deyə götürək ortadan. Vəsə. Uşaqlar, məncə maraqlı videodur. Məncə dəyərləndirməyə dəyər. Əgər bəyənmədiyin nədir, zəhmət olmaz.
eləmisiniz yoxsa minus eləmisiniz? Apardılar aşağı, indi iynə atıb yuxarı qaldırmasalar, qaldıracaqlar. Yəqin ki, 3-cü iynə uşaqlar yenə də strategiya ilə davam edirəm. Çünki strategiyadan çıxmaq olmaz. Strategiyadan çıxmaq gözləyim də millət görək 4K qoysam 15.000 var hələ. Uşaqlar 43 saniyəmiz qalır. Prosto belə bir situasiyadayıq. Gördünüz, emosional səhv. Uşaqlar videoda çəkmək, onu da paylaşmaq. Hələ kesin də birini çəkmişəm, hələ video çəkə-çəkə həm əməliyyat açıram, həm siqnal verirəm. Bunların hamısını paylaşmışam. 4.000 dollar biz bunu getdik götürdük. 1, 2, 3 dənə dalbadal biz longa girməklə biz səhvi buradan başladıq. Zibil.
Longa girən kimi fikir verin nə etdilər. Baxın, birbaşa getdi aşağı FC, ondan sonra da ancaq gedir aşağı. Mən də buradan bir-bir buna baxın. Ancaq short götürmək lazım idi. Zibil. Ancaq short götürmək lazım idi burada. Shit. Mən indi short girə bilməzdim ucu. Hər dəfə də elənçinə gəlir adama. Deyirsən ki, bu dəqiqə sadəcə məqsəd başqadır deyə burada trendi götürmürəm deyə uşaqlar. Mən prosta korreksiya lazım idi burada mənə. 15 dəqiqəyə baxım görüm nə etmək istəyir, hara gedir bu Skamolola. 15 dəqiqəlik time frame-də biz girsək, 15 dəqiqədə qəşəkdir. 15 dəqiqədə bu qaldıracaqlar. Bu zonaya kimi bir iynə atma oranı var. Sonra görək 5 dəqiqəlikdə nə verir? Yox, bu long gedəcək. Yaşıl olacaq bu, yaşıl bağlanacaq bu şam. Söda, imperiyanın sonudur. Bəsdir, sən hökmranlıq elədin. Yenə də məni qurtaran nədir? Yenə də məni qurtaran odur ki, mən şamın bağlanmağını gözləyirəm millət. 4000 dollar, 3200 dollar bizə profit verəcək. Burada 3500 itirmişik. Hələ 300 dollar da minusda olacaq. Eybi yox, heç olmasa bu gəlsin, videonu yekunlaşdıraq. Çox uzun video alındı. Mən уже yoruldum uşaqlar. Özdə bu əməliyyatlar məni çox yordu axı. Neçə dəfə olub videolarda belə səhvlərim, fikir dağınıqlığı. Ona görə deyirəm ki, həmişə diqqətli olmaq lazımdır, səbirli olmaq lazımdır. Bunlar fakt sizin gözünüzün qabağında baş verir. Mən gedib 4000 dollara niyə çıxmışam uşaqlar? Bu əməliyyat da minus olsa, mən gərək əməliyyatı saxlayam. Dincəlim də, yoruldum axı. Gedəm işimlə məşğul olam, ondan sonra artıq dincələndən sonra sabahsı plusları hesablayırıq. Ondan sonra biz minusları da hesablayacağıq. 246, 3280. Deməli, üstə gələk. Üstə gəl 3000. 3280. 3280. Afigez, blin. Çıx. Oyda 4-5 min dollar pul qazanmışdıq biz. Əgər bizim minuslarımız olmasaydı. Uyda buna dövrədir. Gördünüz, getdi bu aşağı. Buna indi aşağı yığmaq lazımdır. Ancaq short. Tak. Düz belə tema. Buna baxın, burada ancaq short yığmaq lazımdır. Bu prosta 1 dəqiqəlikdir uşaqlar. 1 dəqiqəliklə eləməyin. 5 dəqiqəliklə də eləməyin. 15 ilə eləyin. 15 yaxşıdır. Demək, biz buradan çıxaq 3500, 3500 çıxaq. Ayda fikir verirsiniz. O səhvin ucbatından biz daha çox qazanmışdıq əslində. Hesablayın uşaqlar, biz əgər bu minusu eləməsəydik nə qədər qazanardıq? 3500 çıxılsın, 150, bir də 170. Çıxılsın, 150,
Bir də çıxılsın 170 bərabərdir. 1123 dollar qazandıq uşaqlar. Bu da AZN-lə burada yazıldı sizin üçün nə qədər eləyir millət. Məncə yaxşıdır. Yekunlaşdırıram. Yoruldum millət. Çox oturmaq olmur bunun qabağında. Adam yorulur və məncə risk də bəsdir bu qədər da. Gördün biz bir dənə 500 dollara görə gedib buralara çıxdıq. Biz bunu eləmirik uşaqlar. Bunu öz-özdə belə şey götürməyin. Təlim kimi. Balans 18526, o birisində də uşaqlar 17953. Qazana gedirik. Millət, nə sorğu-sual varsa zəhmət olmasa Instagrama yazırıq, məlumat alırıq və keyfiyyətli kontentdən yararlanırıq uşaqlar. Növbəti videoda görüşərik. Hələlik dostlar.